16-17-ci əsrlərdə klavir musiqi tarixində olan milli məktəblər. Tədricən 16-17-ci əsrlər boyunca klavir sənəti fərdi üslub cizgilərini əldə edirdi. İnkişafının əvvəllərində daha qədim mədəniyyətin alətləri olan arqan və lyutniyanın əhəmiyyətli təsirinə məruz qalırdı. Gələcəkdə 16-cı yüzilliyin sonunda arqan və klavir sənətini ayırmaq cəhdlərinə rast gəlirik. Doğrudan da arqan hələ intibah dövründən mənşətdə geniş yayılaraq ev musiqi aləti kimi istifadə olunurdu. Lakin tədricən özünün kübar xarakterini itirir və daha çox kilsə alətinə çevrilirdi. Klavesin isə əksinə kilsədə qəbul olunmuş, lakin arqanı tez bir müddətdə kübar musiqi sahəsindən çıxara bilmişdi. Düzdür, hələ 18-ci əsrdə adətən arqan və klavir ifaçılıq sənətləri ayrılmaz idilər. Buna baxmayaraq 18-ci əsrdə arqan və klavir sənətinin üslubları tam olaraq təyin olunmuş və bir-birindən ayrılmışdı. Bəs klavir sənətinə arqan sənətinin təsiri özünə hansı cəhətlərdə biruzə verdi? Ən əvvəl müəlliflər tərəfindən arqan polifoniyalı klavir əsərlərinin və monumental instrumental üslubun istifadəsində əksini tapmışdı. 17-ci əsrdə bütün alətlər arasında yalnız arqan yüksək incəsənətin obrazlarını yaratmaq üçün daha çox uyğun sayılırdı. Məhz arqan sənətində özünün ən yüksək inkişafını Baxın əsərlərində tapmış monumental üslub yaratmışdı. Bu üslub hələ 16-cı əsr arqan ifaçılarının takkata adlanan əsərlərdə formalaşmağa başlayırdı. Takkataları daha çox arqan üçün bəstələyirdilər. Bu alətdə əsər xüsusilə əzəmətli səslənirdi. Bəzən ev şəraitində arqan olmadığı üçün takkatanı klavirdə də ifa edirdilər. Klavir sənətinin lyutniya mədəniyyəti ilə isə əlaqələri tam başqa idi. 16-17-ci əsrlərdə ev məişətində lyutniya geniş yayılmışdı. Lyutniya ədəbiyyatı əsasən kiçik mahnılar, rəqs pyeslərindən ibarət idi. Melodiya məişətdə olan intonasiyalara əsaslanırdı. Virtuoz element melodik səsin merizmlərlə bəzədilməsində özünü göstərirdi. 16-cı əsrdə lyutniya ifaçıları tez-tez rəqsləri cüt-cüt birləşdirirdilər. Bu adətən 2 saylı, asta templi və 3 saylı daha cəld hərəkətli rəqslər olurdu. Bu isə iri instrumental formu olan suitanın inkişafı üçün hazırlıq mərhələsi rolunu oynayırdı. Klavir 17-ci əsr boyu tədricən lyutniyanı sıxışdırır və 18-ci əsrdə faktiki olaraq onun yerini tutur. Bu halı belə izah etmək olardı ki, klavir sürətlə inkişaf edən musiqi mədəniyyətinin qarşıya qoyduğu tələblərə daha əhəmiyyətli dərəcədə cavab verirdi. Klavirin geniş yayılması üçün Avropa musiqisinə general bas təcrübəsinin tətbiq edilməsi böyük əhəmiyyət kəsb etmişdi. Bu da homofoniyanın intensiv inkişafı ilə əlaqədar idi. Homofon musiqidə polifonik musiqidə olduğu kimi səslərin bərabər hüquqluluğunun əksinə aparıcı səs hakimi idi. Orta səslər müəyyən mənada simasızlaşdırılmış, bas isə harmoniyanın əsası kimi vacib funksiyanı daşıyırdı. General bas əsasında ifa təcrübəsi ansambl ifaçılığında geniş yayılmışdı. 17 və 18-ci yüzilliklərdə müşayiətin müxtəlif növləri general bas əsasında aparıcı səs improvizasiyon müşayiəti sənətinə əsaslanırdı. General basın yayılması eyni zamanda klavirin pedaqoji təcrübədə geniş istifadə olunmasına səbəb olmuş. 16-17-ci yüzilliklərin klavir musiqi tarixində bir sıra milli məktəblər mühüm rol oynamışlar. Onlardan bəziləri sözün əsl mənasında klavir məktəbi adlana bilməzlər. Bu musiqiçilərin fəaliyyətində klavişli alətlərdə ifaçılıq sənəti əhəmiyyətli dərəcədə fərqləndirilməmişdi və aparıcı yer arqana məxsus idi. İntibah dövrünün sonu və erkən baroko dövründə bu növ arqan klavir məktəbləri arasında İspan və İtalyan məktəbləri xüsusi seçilirdilər. İspan klavir məktəbi İspaniya o dövrdə nəinki siyasətində, həmçinin incəsənətində də dünyəvi birinciliyə namizəd olan qüdrətli dövlət idi. Onun bədii mədəniyyəti bir sıra görkəmli sənətkarların adları ilə aparılırdı. Bunlardan Cervantes və Lope de Vega, El Greco, Velázquez və sair qeyd edilməlidir.
Antonino de Cabezon İspan arqan klavir məktəbinin nəhəng nümayəndəsidir. Anadan görmə qabiliyyəti olmayan musiqiçi, klaviş alətləri üçün musiqi bəstələnməsində və ifa olunmasında yüksək ustalığa nail olmuşdu. Cabezon İspan krallarının sarayında işləyirdi və onun adı vətənindən başqa İtaliya, Almaniya, İngiltərədə də məşhur idi. Cabezon arqan klavir musiqisinin polifonik və variasiya janrlarının inkişafını əhəmiyyətli dərəcədə zənginləşdirmişdi. Onun adı ilə tiento janrının işlənməsi bağlı idi. Bu imitasiya üsulunda olan instrumental piyes idi. İtalyan ricerkasının analogu, fuqa və inversiyanın əcdadı idi. Cabezonun variasiyaları klavişli alətləri üçün ilk variasiya nümunələri sayılır. Onlar İspan, İtalyan və Fransız mövzuları əsasında yazılmışdır. İtalyan arqan klavir məktəbi. Bu məktəb 17-ci əsrdə Andrea və Giovanni Gabriele Merullo di Ruti və digərləri ilə təqdim olunmuşdu. 17-ci əsrin ən məşhur arqan ifaçısı Frescobaldidir. Onun bir bəstəkar və ifaçı kimi adı bütün Avropada məşhur idi. Müxtəlif ölkələrdən şagirdlər onun yanına gəlir, sonra isə ənənələrini öz milli məktəblərinə keçirirdilər. Şahidlərin dediklərinə görə Romada olan müqəddəs Pyotr kilsəsində Frescobaldinin ifasını dinləmək üçün 30 minlik kütlə yığışırdı. Arqan ifaçısının virtuozluğu o dərəcədə dinləyicini heyran edirdi ki, onun haqqında əfsanələr də yaranırdı. Frescobaldinin arqan üçün əsərlərindən ilk növbədə toccatalarını qeyd etməliyik. Müəllif əsərləri olan girişdə bu musiqinin ifasının virtuoz xarakterliyini vurğulayırdı. Tarixi mövqeyi nəzərdən Frescobaldinin əsərlərindən klavir miniatürləri maraqlı idi. Müəllif onları cembaloda oxumaq üçün ariyalar adlandırırdı. Əsərin başlanğıcında klavir və fortepiano sənətinin gələcək inkişafının mühüm tendensiyalarından olan alətdə oxumaq, ifadəli, ahəngli ifa haqqında məlumat Avropa musiqisində aparıcı olmaqdan xeyli qabaq əks olunmuşdu. Həmçinin 17-ci əsrin ikinci yarısında oxuyan alətlərin ilk növbədə skripkanın irəli çıxmasını qeyd etməliyik. Bu dövrdə arqan sənəti İtaliyada arxa plana keçmişdi. İntibah dövrünün İtalyan arqan klavir ifaçılığı və musiqi sənəti nümunələri arasında Fransiska keşişi di Ruti Transilvanlı traktatı xüsusi seçilirdi. Əsər 16-cı əsrin sonu 1593-cü ildə çap olunmuşdu. Di Rutinin əsəri adətən o dövrdə olduğu kimi ancaq arqan üçün deyil, eyni zamanda quş tüklü alətlərdə, yəni klavesində də ifa olunmağı üçün yazılırdı. 17-ci əsrdə Niderlandın varlı şəhərləri musiqi mədəniyyətinin ocaqları idilər. Burada klavişli alətlərin istehsalı yüksək dərəcədə təkmilləşmişdi. Antwerpendən olan Jukers ustalarının klavesinləri Avropada 17, hətta 18-ci əsrlərdə ən yaxşıları hesab olunurdu. Almaniyada arqan sənəti geniş yayılmışdı. 17-ci əsrdə olan 30 illik müharibədən sonra ölkə çox kasıblaşır və bir sıra kilsələrdə bahalı xorların funksiyasını arqan ifaçıları əvəz etməyə başladıqda alətin rolu xüsusilə qüvvətlənirdi. 17-ci əsrin Alman arqan ifaçılarında Samuel Jetti, Johann Jakob Frobergeri, Johann Pachelbeli göstərə bilərik. Almaniya, İsveçrə və Danimarkada arqan ifaçısı Dietrich Buxtehude işləyirdi. Froberger geniş dünya görüşlü musiqiçi, suitanın inkişafında əhəmiyyətli rol oynamışdı.